Salam Simnarə, hər vaxtınız xeyir olsun, xoş eşitdim sizi. Bəli, çox doğru olaraq qeyd edirsiniz ki, Antalyanın hazırda əsas dünyanın diqqət mərkəzi məhz bu nöqtədə də, eləcə də beynəlxalq bir forumun bu ölkədə həyata keçirilməsi, dolayısıyla Türkiyənin timsalında bu ölkənin əsas perspektivləri və potensialı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmiş olur. Qeyd edim ki, Antalya diplomatiya forumunu dolayısıyla Türkiyənin Davosu da adlandırırlar. Bunun isə başlıca səbəbi beynəlxalq müstəvidə bütün dünya ölkələrini narahat edən, eləcə də onları maraqlandıran mövzuların bir araya gətirilməsi, masada müzakirəyə çıxarılması, eləcə də bu istiqamətdə konkret həllərin həyata keçirilməsidir. Sayca biz artıq sabahdan etibarən özünün 4-cü sayca forumuna şahidlik edəcəyik. Qeyd edelim ki, artıq Antalya diplomatiya forumunun həyata keçirilməsi bir ənənə halını alıb və Antalya forumunun keçirilməsi ilə əlaqədar olaraq da artıq Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev, eləcə də birinci xanım, vitse-prezident Mehriban xanım Əliyeva da artıq Antalya Beynəlxalq Hava Limanına eniş elədilər. Onları Antalya valisi Hulusi Şahin və digər rəsmi nümayəndələr qarşıladılar və artıq qeyd edelim ki, Azərbaycan tərəfi də kifayət qədər mötəbər rəsmi şəxslər, eləcə də dövlət və hökumət başçıları səviyyəsində təmsil olunacaq və onlar da əsas söz sahiblərindən birinə çevriləcək. Qeyd edelim ki, tədbirdə iştirak edəcək ümumi təmsilçi sayı isə 4000-dən çox olacaq. Ümumi 240-dan çox ölkədən təmsilçilər iştirak eləyəcək. 20-dən çox dövlət və hökumət başçısı, 60-dan çox xarici işlər nazirləri səviyyəsində biz bir sıra ölkələrin rəsmilərinin burada iştirakını, eləcə də çıxışını müşahidə edəcəyik. Qeyd edelim ki, burada həmçinin beynəlxalq təşkilat, eləcə də təsisatların nümayəndələri də iştirak eləyəcəklər. Aprelin 11-i, eləcə də 13 tarixlərində öz işini davam etdirməsi nəzərdə tutulmuş bu forumun əsas müzakirə mövzusu isə dəyişən dünyada diplomatiyanın bərpasına həsr olunub və bu mövzu çərçivəsində artıq sabah günün birinci yarısından etibarən də kifayət qədər mötəbər mövzular əsasında müzakirələr həyata keçiriləcək. Əsas müzakirə mövzusu isə ilkin olaraq Prezident Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə bağlı olacaq və ənənəyə sadiq qalaraq dövlət başçısı məsələ əsas ana xətti təşkil edən mövzu ilə bağlı, yəni dəyişən dünyada diplomatiyanın bərpası mövzusu ilə bağlı çıxış nitqi ilə orada iştirak edəcək və bundan sonra isə müxtəlif panel iclaslar və sessiyalar kontekstində forum öz işini davam elətdirəcək. Birinci yarısından etibarən günün isə əsas müzakirə mövzusu nüvə təhlükəsizliyi ilə bağlı olacaq. Qloballaşan dünyanın əsas müzakirə mövzusuna çevrilmiş nüvə təhlükəsizliyi, eləcə də atomlarla bağlı bir sıra ölkələrin siyasətinə dair konkret nüanslara aydınlıq gətiriləcək və nüvə təhlükəsizliyi ilə bağlı hər hansısa bir narahatlığı olan ölkələr üçün konkret həllər və düsturlar ortaya qoyulacaq. Bununla yanaşı təkcə burada qeyd etmək istərdim əlavə olaraq da ki, Ermənistan tərəfindən də nümayəndə heyəti iştirak edəcək. Onlar arasında Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan və Milli Assambleyanın vitse-prezidenti Ruben Rubinyan da olacaq. Bu isə dolayısıyla bizə o mesajı da verir ki, müzakirələr arasında Cənubi Qafqazda sülh və sabitlik məsələsinə də böyük ehtimalla ki, toxunulacaq. Biz də proseslərin gedişatını izləməkdəyik. Son informasiyalardan izləyicilərimizi və sizi də məlumatlandırmağa çalışacağıq. Hələlik isə mənim bu saata çatdıracaqlarım bunlardan ibarət idi. Sözü xəbər mərkəzimizə, yəni studiyamıza ötürürəm. Buyurun.